Türk Dövlətləri Təşkilatının, Xarici İşlər Nazirlərinin Türkiyədə qeyri-rəsmi iclasının keçirilməsi xüsusi önəm daşıyır. Yəni bu iclas regionda təhlükəsizlik mühitinin ciddi bir formada zədələndiyi bir dövrə təsadüf edir. Təəssüf ki, həm Azərbaycan, həm Türkiyə ərazisi hücuma məruz qaldı və bu ciddi bir narahatlıq doğuran məsələdir. Xarici İşlər Nazirlərini Türkiyənin prezidenti də qəbul etdi və öz fikirlərini bölüşdü. Bugün bölgədə hərbi eskalasiyanın artması həqiqətən də ciddi bir formada narahatlıq doğurmaqdadır. Və bugün həm Azərbaycan, həm Türkiyə gərginliyin azalması üçün həm region dövlətləri ilə, həm Avropa, həm də Amerika ilə müxtəlif müzakirələri aparmaqdadır. Əslində son baş verən hadisələr bir daha göstərir ki, Türk dövlətləri əlaqələrini daha da gücləndirməlidirlər və əməkdaşlıq daha da möhkəmlənməlidir. Yəni Naxçıvanın hədəfə alınması, Türkiyənin hədəfə alınması sıradan bir məsələ deyil. Mütləq şəkildə ölkələr arasında ciddi bir koordinasiya getməlidir və hadisələrə ən qısa vaxtda reaksiya verilməlidir. Və bunu da bugün həm Azərbaycan, həm Türkiyə fəal şəkildə edir. Burada digər bir narahatlıq doğuran məsələ isə Türkiyədə keçirilən iclasdan əlavə məlum olduğu kimi dünən İran prezidenti qonşularını hədəfə almayacağı barədə bəyanat verdi. Amma onun ardından isə Sepah bir açıqlama verdi ki, bütün qonşularımızı biz hədəfə ala bilərik. Əslində bu da hazırda ciddi bir narahatlıq doğura biləcək bir məsələdir. Yəni anlaşılan odur ki, İran öz qonşularını hədəf almağa davam edəcək. Yəni bir tərəfdən İran prezidentinin Pezeşkiyanın verdiyi mühüm açıqlamaları biz görürük. Digər tərəfdən isə Sepahın yenidən hücumla bağlı açıqlamalarını. Bu onu göstərir ki, İranda idarəçilikdə ciddi bir problem var. Yəni rejim nümayəndələri təmsil edən ayrı şəxslər arasında koordinasiya yoxdur və Sepah müstəqil şəkildə hərəkət edir və bu günlərdə yenidən region dövlətlərinin hədəfə alınması bu fikri bir daha təsdiqləyir.